Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerdah. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim inneke hamidun mecid. Allahümme enfa'na bima allamtana ve allimna ma yenfa'una ve zidna ilmen. Rabbi zidni ilmen. Bugünkü mövzumuz bir əvvəlki dərsinin mövzunu bir mənalı olaraqdan bir təkamdır və ya eyni mövzuda ətrafındadır. Keçən dəfə mövzumuz oydu ki, Bəbun fil əhadithullati fihə zikru şirk vəl küfür. Şirk və küfür bəhs edən hədislər fəsli. Yəni dedik ki, müəyyən bir hədislər var ki, orada onu edən failə, həmənki edən kimsəyə şirkə düşdü və ya küfr etdiyi adları verilir. Amma ki biz dedik ki, bunlar, yəni hər o əməli edən kimsə o adlar verilmir. Oradakı həmisi adlar nədir? Oradakı adlardakı mənalar başqadır. Orada biz gətirdik İbn Abbasdan müəyyən bir əməllər var ki, orada da bu zikr olunanlardan xaric başqa əməllər də var ki, onlar həm şirk, həm də küfür adlanır. O da Allah Taala'nın dedik ki, وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ فَاُولَٰئِكَ هُمُ الْكَافِرُونَ وَالظَّالِمُونَ وَالْفَاسِقُونَ. Onlar hamısı Allah Taala o adlar, o əməllər edən kimsələri kafirlər, zalimlar, həmçinin fasiqlər adlandırması, bunlar hamısı nədir? Fusqun, əv kufrun, əv nifaqun, dune nifaq adlandırır. Bu da İbn Abbasdan, Davusdan və s. rəvayət gətirdi ki, buradakı küfürlərin məqsədi, mənası dunəl küfr, yəni böyük küfürlər deyil, kiçik küfürlər qəsd olunur. Bugünkü mövzu da eyni bəbdə olan, eyni fəsildə, eyni mənada olan hədislərdir ki, Bəbun fi zikri əhadithullati fihə zikru nifaq. O hədislər ki, orada münafiqlik qəsd olunur, münafiqlik edən kimsələr münafiqdir deyə belə adlar keçir. Aydındır. O həmənki əməli edən kimsələr münafiq sayılır və s. Qavlu bəbun fi zikri əhadithullati fihə zikrul nifaq. Bu mövzunun, bu adın fəslinin mənası budur ki, yəni və keyf yufəssiru və alə mədə yuhməl. Yəni bu hədislər nə ilə təfsir olunur, necə təfsir olunur? Buradakı nifaq deyilikdə küfrü nifaq və yaxud da yəni etiqadi nifaq, yoxsa əməli nifaq və yaxud da ki və s. bunlar mı qəsd olunur? Bunların mənası qəsd olunur. Və nifaq o izharul xeyr. Nifaqın da mənası nədir? Xeyri göstərmək. Aydın, xeyri göstərmək insanlara, çünki daima insanlar nə axtarır? Daima insanlar kiməsə özünü gözəl göstərməyə çalışır. Kiməsə özünü gözəl göstərməyə çalışır. Bu insanın belə deyək ki, xoşa gəlməz təbiətindən bir haldır. Daima insan özünü kimlərəsə gözəl göstərməyə çalışır. Bu bizim bildiyimiz adi gözəlliyi yox. Buradakı məqsəd, yəni münafiqlik, hansı ki orada Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisdə 3, bir hədisdə 4 olan vəsiflərini adlandırır. Burada isə bu qəsd budur ki, insan münafiqlə xeyri göstərməyə çalışır. Və özünün içində olan o İslama, müsəlmanlara, dinə, burada şəri gizlətir. Buradakı mənası bütün şərlər. Həm dini, həm etiqadi, həm dinin nümayəndələrinə, həm onun daşıyıcılarına, bu peyğəmbərlərə, həm də ki onun ardıcıllarına ola bilər, həm də ki bu nifaq, gizlində olan nifaq, həm də kitablarına ola bilər, həm alimlərinə ola bilər, həm sələflərinə ola bilər və s. Bunlar nədir? Üzdə onları tərifləyirlər. Münafiqlər üzlərdə onları tərifləyirlər. Çağırda isə içəridə özlərini yandırırlar. Aydındır. Bunlara deyirlər, bu kimsələr deyirlər, nifaq sahibi və yaxud da ki münafiq. Və yədxu fi hədə tərifə, bu tarifə, bu yəni xeyri izhar edib şəri ibtan eləmək, gizlində saxlamaq, bu tərifə nifaqul i'tiqadi və nifaqul əməli də daxil. Etiqadda olan nifaq insanın əsli əməlini yox edir və əməldə olan nifaq isə əsli əməlini yox etmir. Azca onu nə eləyir? Azca onun əməlini sirkələyir. Necə ki bir ağac meyvə bar gətirib, insan da elədir də, imanı ilə, namaz qılması ilə, oruc, zəkat və s. bunlar bir mənada ağacdır, insan bar verir, nəticələri var. Aydındır. O ki külək gəldi, onu sirkələyir, müəyyən meyvələrini salır, amma meyvələr qalır. Bu əməli nifaq belədir. Sənə daxil olduqda, səndə olan müəyyən nəticələri, müəyyən bir ruzini, xeyləri salır aşağı. Amma ki əsli meyvələr qalır orada. Amma ki etiqadi nifaq insana girdisə, o ağacı kökündən sındırır. Belə bir vəsd, belə bir aydınlanma olsun sizlər üçün. Kəllezi zəkərən Nəbi sallallahu aleyhi və səlləm, necə ki bunu Peyğəmbər sallallahu aleyhi və səlləm
əməli nifaqı zikr etmişdir ki, deyir ki, Əyətul münafiqi thələth. Əyətul münafiqu thələthun. Münafiqin 3 əlaməti vardır. Ki onunla o seçilir. Fərqlənir. Sənlə mənlə fərqlənir o. Nədir o? İzə həddəsə kəzəbə və izə vəədə əxləfə və izə tuminə xanə. 3 dənə şey burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm zikri. Başqa bir rivayətdə var ki, o da və izə xasəmə fəcar. Və izə xasəmə fəcar. Münafiqin əlaməti 3'dür. Danışdığı zaman yalan danışar. Qardaş, yalan danışdığı zaman yalan danışar. Bu münafiqlərdə olan bir xüsusiyyətdir. Çünki bunun əsli yalanı hardan başladı? Xeyri üzə verib, küfrü aşağı eləməyi gizlətmək özü bir yalandır. Əgər içində nə varsa, onu müsəlmanlar onu göstər də. İçində nə varsa, qarşı tərəfə qarşı, onu bir üzə ver, göstər. Əgər yoxsa, onu gizləsin, bir mənada olaraq burada bir gizli bir yalan var. Əgər kim danışdıqda yalan danışarsa, bilsin ki, onda məzəmmət olunmuş nifaq əlamətlərindən bir əlamət vardır. İkincisi, və izə vəədə əxləf. Bu da vəd verdiyi zaman vədini xilaf olmaq. Bu da indiki zamanımızda ələ xüstəki usta toplumunda bunlarda daha çox rastlanır. Vəd verir ki, falan vaxtı gələcəm, gəlmir. Aydındır. Allah məni və onları islah eləsin. Bunu həzər etməz, çəkinməlidir. Açıq aydın. Filan zaman, filan vaxt, məv'id yerində olmalıdır. Necə ki, namazların öz vaxtları var. O vaxtlardan biz onu sarsıda bilmərik. Nə önə çəkməyə üzürsüz, bacarmarıqsa. Həmçə, əgər sənə bir şeyə vəd verdirsən ki, filan vaxtı edəcəm, filan vaxtı gələcəm, filan vaxtı hazır ol. Sən bu şeyə, verdiyin bu vədə mültəzim olmalısan. Əks halda səndə Peyğəmbər sallallahu aleyhi və səlləmin əsfəli səfirin deyərək vəsf etdiyi münafiq sifətlərindən, yəni o sahib, o cəmaatın vəsfindən səndə bir vəsf cücərə bilər. Aydın. Üçüncüsü, və izə tuminə xan. Bu da həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm. Ne üçün bunu münafiqlərin əlamətlərini etdi? Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ki, qiyamətə yaxın əmanətlər yox olacaq. Əmanət verib qorunacaq bir kimsə tapılmaz. Və Peyğəmbər sallallahu aleyhi və səlləm özü də insanlar içərisində güvənli, sayğılı bir kimsə idi. Əmin adlandırırdı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Adlanırdı. Əmin. Hər bir kimsə ona əmanət verirdi. İşini qoyub gedirdi. Necə ki, mağazalara girdikdə görürsünüz, orada bir qıraqda bir sandıq var, ora qoyursunuz əşyalarınızı. Açar da qoyursunuz. Ona deyirlər əmin. O vaxtda Peyğəmbər sallallahu əleyhi və səlləm bu rolu oynayırdı ki, kimsə belə dəyərli əşyalar Peyğəmbərimiz sallallahu əleyhi və səlləm verib, elə bu İslamdan əvvəla əmin idi. Yəni bunu qazanmaq asandır, çətin deyil ha. İslam dinində qazanılması heç bir çətin şey yoxdur. Amma kimsə deyir ki, çətindir vallah. Çətin demək özü elə bir şeytanın vəsvəsəsidir. Üçüncü, burada hədis sonlanır. İkinci, başqa bir rivayətdə İzə xasəmə fəcər. Deməli, insan mümkündür ki, yəni ləbuddur ki, qaçılmazdır ki, hər zaman falan kəs dinləyib, yəni qarşındakı dinləyib, mən qulaq asacağım deyiləm də. Ola bilsin ki, sözlər qarşı-qarşıya gəldi. Xüsumətə düşdük, qarşı-qarşıya gəldik, spora düşdük, mübarizəyə düşdük, mübahisə, mücadilə girdik. Nə lazım? Burada Peyğəmbər sallallahu aleyhi və səlləm xüsuməti, mücadiləni inkar etmir. O olmalıdır, o ola bilər. Lakin burada Peyğəmbər sallallahu aleyhi və səlləmdir ki, İzə xasimə fəcar. Əgər xusumətə düşsə, izə mübahisəyə girdikdə facirlik, yəni günahkarlığa, söyüşsəyə, nalayiq sözlər işlədər. Bu da həmçinin münafiqlərin əlamətindən sayılır. Təfsiri Sa'idini keçdim. Və qal İbn Qayyim rahimehullah təala en-nifaq huve da'ul-udal. Nifaq sağalmayan xəstəlikdir. Qardaşlar, nifaq sağalmaz bir xəstəlikdir. El-batilullezî yekûnur-raculu mumteliyen minhu. O de ki, elə bir şeydir ki, o içi onunla doludur. Artıq o deyək ki, o pis xəstəlik onun içini bütün damarlarında belə irəliləyir, ta ki onu həlak edənə kimi onu zəiflədir. Zəiflədir. Bu adi bir xəstəlik deyək ki, adi biz yaşadığımız həqiqi xəstəlikdə adam ola bilər. Allah Taala'dan gələn "Qul la yusibana illa ma kataballahu lana." Gəlin qardaşlar, gəlin. "Qul lan yusibana illa ma kataballahu lana." Deyir Allah bizə Allah Taala'nın istədiyindən başqa heç bir şey müsibət gələn deyil. Nə gəlirsə Allah Taala'dan. Bu müsəlləm. Amma ki bəzi sağalmaz o nifaq kimi xəstəliklər var. O insanı mənəvi yox eləyir. O da nifaq.
Aydındır. İçini belə bəzi dediyim kimi adi bildiyimiz xəstəliklər insanı yox eləyir. Gedirsən müəyyən bir vasitədən istifadə edib xəstəliyinin mənşəyini və hara yönəldiyini tapa bilirsən və müalicəsini edə bilirsən. Amma ki, nifaq elə bir xəstəlikdir ki, onun müalicəsi ancaq cəhənnəmin dibinə düşdükdə, əvəzini gördükdə sağalır. Ya leytəni, orada isə daha artıq o fayda vermir. Aydın, orada isə fayda vermir. Aydın, İbn Qayyim deyir ki, bu salmaq xəstəlikdir. فَإِنَّهُ أَمْرٌ خَفِيٌّ عَلَى النَّاسِ İnsanlara gizli olan əməllərdir. Mən nə bilim, sən oruçsan və ya da ki, sən cibində nə qədər xəzinən var. Aydındır. Bilmirəm, düz deyil. Münafiqi də elə şeydir. Mən nə bilim, sən qardaş, mənə göstərdiyin İslam həqiqidir, yoxsa həqiqi deyil. Gizlindəndir, qardaş. Ən pis sən nədir? Üzüğə gülüb, arxadan səni alqışlayanlar. Aydındır. وَكَثِيرٌ مَا يَخْفَ عَلَى النَّاسِ وَتَلَبَّسَ بِهِ فَيَزْعُمُ أَنَّهُ مُصْلِحٌ وَهُوَ مُفْسِدٌ. Allah Teala başqa Quranın Bəqara surəsinin ilk ayələrində o kimləri vəsf edərəkdən deyir ki, onlara ki, biz islah edənlərik. Allah Teala ki, əlavə siz müfsidlərsiniz. Necə ki, başqa Münafiq surəsində Allah Teala dedi ki, onlar şəhadət gətirirlər ki, həqiqətən sən Allahın Rasulüsən. Allah da oradan da şəhadət, həqiqətən şəhadət gətirirsən Allahın Rasulü, lakin münafiqlər təkzib edirlər. Yəni sən deyirsən ki, burada mən beləyəm, Allah Teala burada belə edir. Sən deyirsən ki, mən islah edilənlərəm, Allah deyir ki, fələ. Sizlər müfsiddəsiniz. Və huvə nəv'an. Münafiq, nifaq da iki növdür, böyük və kiçik. Böyük, əbədiyyən insanı çıxmazcasına cəhənnəmdə orada sakin olmağa, oranın həmvətəni olmağa vadar edir. Deyir ki, cənnət dərəcələr olduğu kimi, cəhənnəm də dərəkətlərdən ibarətdir də. Və o dərəkətlərin də ən aşağı təbəqisi əsfəl aşağı deməlidir. Əsfələ səvin aşağılarının aşağısı. Aydındır. Onların yeri aşağıların yeridir. Aşağıların da aşağısıdır. Həm bu dünyada bizə onların əməli məlumdur, həm də ki, qiyamət gündəki onların qarşılaşacaqları bu dünyadakı əməlin bəhrəsi nəticəsi də görünür. Və huvə ən yuzhərəl müslüminə imanəhu billah. Və deyir ki, bu əməli vadar edən, yəni onları cəhənnəmin dibini vadar edən, orada əbədi çıxmazcasını qalacaqlarını vadar əməllərdən nədir? Onlar insanlara Allaha imanı, mələklərə, kitablara, qiyamət gününə imanı göstərər. Lakin onlar qoyunun dərisi belə qopardılıb çıxardığı kimi onların da Allah Teala qəlblərindən iman elə doğrultub, dartıb çağırdacaqdır. Və ya ki, çağırtmışdır. Çünki Allaha imanla şaka olmaz. Başqa şeylər zarafat edə bilərsən. Amma ki, Allaha iman, etiqad, mələklər, axirət günü bunlar iman gətirdim, gətirmədim, göstərim, göstərmədim. Bunlarda yəni belə iş keçmir. Aydındır. Bundan sonra və qala rahimehullah teala en-nifaqı nifaqan. Baxın, buradakı iki növə bölünür. Böyük, kiçik. Kiçik məğfurdur. Böyük isə məğfur deyil. Burada nifaq da həmçinin iki növdür. Etiqadi və əməli. Bunu diqqətli olun burada. Yəni sən etiqad etməyin ki, həqiqətən Allah Taalaya mən dildə iman gətirim, qəlbdə inanmıram Allah Taalaya. Nə mələkləri var, nə kitabları var, nə peyğəmbər, nə axirət günü, nə bunlara qətiyyən etiqadən yoxdur. Amma ki, əməli danışıqda yalan danışıram. Vəd verir, xilaf edirəm. Mübahisədə facirlik edirəm. Və s. Bu əməlidir. Başa düşürsünüz də? Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki, onlar əsfələ səfirindir, onlar etiqadi həm də ki, əməli nifaqı özünə barındıran kimsələrdir. Amma ki, içimizdə kimisə yalan danışması, kimisə əmanətə xilaf olması, kimisə fucurluq eləməsi, yəni danışdığı zaman söz söyməsi, mübahisə etdiyi zaman bunlar onlar ancaq dediyim kimi müəyyən bəhrəsini, müəyyən səmərəsini, meyvəsini salır. Amma əsli ağacı, iman ağacı qalır onda. فالنفاق الاعتقاد هو الذي أنكر الله عز وجل على المنافقين في القرآن وأوجب لهم به الدرك الأسفل من النار. Bu Allah Teala'nın etiqadi nifaqı Allah Teala münafiqləri öz kitabında adlandırdığı və onlara cavab olaraq, yəni yerə qalacaqlar yer olaraqdan əsfəl səfilin adlandırdığı qətiyyətli bir yerdir. Və nifaqul amali kəmə qala, necə ki hədislərdə keçdi, ayətül münafiqi tələtə. İdə həddəsə, yəni danışdığı zaman yalan danışan, bunlar hamısı əməliyə daxildir. Bunlar insanı İslam dinindən çıxartmır, imanını
zəiflər. Necə ki, əvvəlki dərsdə demişdik ki, iman artır və azalır. İtaətlərlə artır, asiliklərlə azalır. Yalan danışmaq, xəyanət etmək, vədə xilaf çıxmaq, mübahisədə facirlik, bunlar hamısı asiliyə daxildir və sənin imanını azaldır. Amma əsli imana təsir etmir. Yəni, İslamına, müminliyə təsir etmir. Sonra, və fi sahih aydan, arba'un men kunne fihi, başqa bir ləfzdə var ki, arba'un men kunne fihi kâne munafiqən xalisan. 4 xislət vardır ki, 4 şey vardır ki, o onda olarsa, kâne munafiqən xalisan. O xalis münafiq olar. Və men kâne fihi xisletun minhunne, kâne fihi xisletun minən nifaq. Və yaxud da ki, onda bu 4 xislətdən birisi olarsa, onda bir münafiqlikdən bir xislət olmuş olar. Bir xasiyyət, bir özəllik və s. bunlardan olmuş. Hansıdır? Onları tərk edənə ki, birincisi, danışır zaman yalan danışmaq, əhdə vəfasız çıxmaq, mübahisə etdikdə facirlik etmək, əmanət verdikdə əmanəti pozmaq. Yəni, bu şey 4 şey kimdə olarsa, birincidir, 4 şey kimdə olarsa və yaxud ki, bu 4 şeylərdən hansısa birisi özündə olarsa, onları tərk edənə kimi onda münafiqlikdən bir xislət olar, bir pay olar, bir hal olar, deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Və hədə nifaqun əməli, bu sayılan bunlar hamısı əməli nifaq sayılır. Və qəd yeştəmi'u mə asl iman, və lakin idə istəkmələ və kəmulə fəqəd yensəcə sahibu anil İslam bil kulliyyə. Deyir ki, bu saydığımız əməli nifaq insanda əsli imanla yanaşı ola bilir. İnsanda imanın əsli var, əsli iman var. Bununla yanaşı əməli nifaq da insanda ola bilir. Lakin deyir ki, bu xislətdən birisi, əgər bu saydığımız bu şey insanda təkminləşərsə, artıq belə bir qol qanat açarsa, onu artıq külliyyən insanı İslamdan çıxardır. Başa düşdünüz? 4 şey olarsa, deyir ki, imanla yanaşı münafiqlik ola bilir. Amma ki, o şey formalaşar, təkminləşərsə artıq deyir ki, o səviyyə çıxar ki, etiqadiyə girir, etiqadi nifaqa girib, o da iman sahib əhlindən imanını götürür. Və in sallə və samə və zə'mə ənəhu muslim bi'ənnəl iman yənhə an hədihil xilal. Əgər o bu halında namaz qılıb, oruç tutub, müsəlman olduğu, iman əhli olduğunu desə belə, fərq etməz. Aydındır. Və izə kəmrə fil abdi və ləm yəkun ləhu yənhəhu an şeyin minhə fələ yəkun illə münafiqan xalisan. Əgər bu şeylər, 4 şeylər müsəlmanda, bir qulda təkminləşərsə, formalaşarsa, qol qanat açarsa, artıq o onun mani olmazsa, o artıq irəliyib onda həqiqi münafiqlik sifətini yarada bilər. Kitab-ı Salah də zikr olundu İbn Qayyim. Əl-faidə, faidə zikrun qalə İbn Qayyim rahimehullah təala və həhuna aslun axar və huwa. Burada başqa bir əsl var. Əsli mənşə var. O da nədir? Ənər-rəculə qad yeştəm'u fi kufrur və iman və şirk və təvhid. Bir insanda küfür, iman, şirk, təvhid cəm ola bilər. Bir insanda eyni halda küfürdən pay, imandan pay, şirkdən pay, tövhiddən pay ola bilər. Və təqva fucur və həmçin təqva və fucurda ola bilər. Eyni anda bir insan. Və nifaqun və iman, həmçin nifaqda və imanda və hədə min a'zam usulü əhl-i sünnə. Bu da əhl-i sünnə və cəmanın üzərində durduğu, etiqad etdiyi, etimad etdiyi, dayandığı əsaslardan birisidir. Və xalafahum fihi qayruhum min əhlil bid'a. Bid'ə əhlindən bəziləri bunlara xilaf olurlar ki, ola bilməz. Misal üçün kəl-xavaric vəl-mu'təzilə vəl-qədəriyyə. Deyirlər ki, insan əgər bir asilik etdisə, onda iman külliyyən qalxdı. Şirkə düşdü, getdi. Münafiqlərin o üç sifətinə birisi olub, çıxdı, getdi. Sayılmır. Fucur varsa getdi. Fucur məsələ üçün zina, içki, zar və s. böyük günahlar. Bunlar gedir. Amma ki, əhl-i sünnə vəl cəma deyir ki, insanın nə qədər ki, etiqadında deyil, etiqadına daxil deyil, o günahlar insanın əsli imanına yox, onun zəifləməsinə gətirib çağırtır. Və bu əhl-i sünnə vəl cəmanın usul qaydalarındandır ki, bir insanda eyni anda iman, şirk, küfür, təqva, fucur, nifaq, iman hamısı bir yerdə ola bilər.
Aydın. Və məsələtin xuruc əhlil kəbər minənlər və həmçinin başqa bir məsələ böyük günah sahiblərinin cəhənnəmdən çıxması. Və təxlidihim fiyhə. Və məsələ xuruc əhlil kəbər minənlər və təxlidihim fiyhə məbniyyətən ələ hədəl asıl. Sonra وَقَدْ دَلَّ عَلَيْهِ الْقُرْآنُ وَالسُّنَّةُ وَالْفِطْرَةُ وَإِجْمَاعِ الصَّحَابَةِ. Və həmçinin məsələ xuruc əhlil kəbər minənlər və həmçinin də cəhənnəm əhlinin, yəni böyük günah sahiblərinin cəhənnəm çıxması və təxlidihim fiyhə və cənnətdə qalması, bunlar da həmçinin Quran və sünnədə, fitrətdə və icma sahabələrin rəyi ilə bu öz əksini tapır ki, belədir. Böyük günah sahibi oradan çıxır və orada əbədiyyən qalmır və sonda əsli iman sayəsində bu həm Quran dəlilləri, həm sünnə, həm fitrə və həmçinin də icma və sahabə ilə bu öz əksini tapır. Bu belə mövzu ətrafında olan giriş idi. Bundan sonra baxaq, Musannif İbn Əbi Zəmənin rahimehullah nə deyir? Qalə Muhammed, Musannif, Qalə Abdullah ibn Amr, deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir. Arba'u men kunne fihi kâne munafikan xalisan. 4 şey var, o kimdə olarsa onda xalis münafik saylar. Və men kânət fihi xislətu minhunne kən fihi xislətu minən nifaq. Və yaxud 4 şeydən birisi kimdə olarsa o artıq xalis münafik olar. Hətta yədə'ə, onları tərk edənə qədər bu ad onda qalar. İdə həddəsə kədər, danışıqda yalan danışar, vəd və idxalə müxalif çıxar, əhdə vəfasız çıxar, mübahisədə facirlik edər. Aydındır. Hədisdə, bu hədis də səhihdir. Başqa rəvayət gətirir burada. Yəqul, Anil Həsən el-Basri, yəqulu, qalə Rasulullah sallallahu aleyhi ve sellem, Thələthun mən künnə fihi fəhuvə münafik. 3 şey kimdə olarsa, o münafiqdir. Və insallə və samə. Əgər namaz qılsa, oruç tutsa və elə zənn etsə belə o müsəlman, mömindir. Belə namaz qılsa, oruç tutsa və o elə zənn etsə ki, özü mömindir, əgər bu 3 şey kimdə olursa münafiq saylar. Danışıqda yalan danışmaq, vədə xilaf çıxmaq, əmanəti xəyanət etmək. Lakin burada neysə hissələdiniz də burada. Rəvayətin mursələ olduğunu hissələdiniz. Ravahu Hasan el-Basri yəqulu qalə Nəbi sallallahu aleyhi ve sellem. Hasan el-Basri deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə demişdir. Hasan el-Basri sahabədir yoxsa tabiin? Və sahabənin də, tabiinin də Peyğəmbər sallallahu aleyhi ve sellemdən qaləsə Rasulullah sallallahu aleyhi ve sellem deyərəkdən rəvayət etməsi nə adlanır? Mursəl adlanır. Ərsələ, yəni sahabəni salır. Çünki Hasan el-Basri Peyğəmbər sallallahu aleyhi ve sellem görmədiyindən, həmçinin mursəldə zəif hədislər sinifinə daxildir. Zəif hədislər sinifinə daxildir. Burada da çoxu dəfə, məsələn, Hasan el-Basri mərasillərdən daha çox məşhurdur. Çox, belə deyək, kəthirən mə yursil. Çoxu dəfə Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabəni zikr etmədən rəvayət edir. Lakin bu hədisin isnadı mursəldir. Lakin hədis özü səhihdir. Axracahu Müslim. Aydındır. Əgər belə sahabənin adlarını hər kəs bilmir də, lakin belə qulağımız daha çox belə sahabə adını eşitmişik. Belə ərəbcə eşitdiyin zaman sahabə adı olmayan və Hasan el-Basri, Said ibn Musayyib, Mücahid və s. bunlar deyir ki, qal Rasulullah sallallahu əleyhi və səlləm, dərhal deyir ki, ərsələ, mursəl hədisdir, zəif hədisdir. Aydındır. Lakin bu mətni mursəl olsa belə, bu hədisi neçə hədislər var ki, yuqavvi, gücləndirir. Aydındır. An Sa'id ibn Məs'ud. Sa'id ibn Məs'ud. Eşitmisin belə sahabadır? İşte bilməzsən. Sa'd ibn Məs'ud. Sa'd ibn Məs'ud. Sa'd ibn Məs'ud. İxtilafə fi. Bu barəsində ixtilaf var ki, bu sahabədir, sahabə deyil. Aydındır. Və Sa'd ibn Məs'ud el-Kindiyi El-Hafiz fil-İsabe, El-Hafiz İsabe kitabında der ki və qalə El-Bəğavi rahimehullah ki, ləhu suhbə. Kimsə barəsində ləhu suhbə deyildikdə, yəni o söhbəti var Peyğəmbərlə, yəni kiminsə Peyğəmbərlə söhbəti varsa nə adlanır?
Kiminsə peyğəmbərlə söhbəti varsa, bu sahabə adlanır. Baqa bir ki, lehu suhbə. Və qal İbn Məndə zükre fi sahabeti və la yəsihu lehu suhbə. Deyir ki, sahabələrdən olduğu zikr olunur, lakin onun sahabə olduğu səhih deyil. Və zəkərəl Buxari fi sahabə. Onu da Buxari rahimehullah sahabələr olaraqdan zikr eləyir. Lakin tabiindir. Lakin Sa'd ibn Məs'ud tabiindir. Belə olduqda nə olur rivayət? Sa'd ibn Məs'ud Ənə Rasulullah sallallahu əleyhi və səlləmə qalə olur mursəl. Aydındır. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm "Əl-lin vəl-haya'u minəl-iman vəl-fuhşu vəl-bəza'u minən-nifaq." Yəni burada başqa bir nifaqın əlamətlərini sayır Peyğəmbərimiz. Yumuşaq xəssiyyətli olmaq, həyalı olmaq imandandır. Bir kimsə yumuşaqdır. Mülayim, belə yumuşaq deyil, mülayim olmaq. Ya ki, xoş xəssiyyətlidir. Yaxına getdikdə, yəni onunla bərabər getdikdə, dostluq elədikdə rahat olsan. Nə sən dildə, nə sözündə əziyyət çəkmir. Nə pis sözlər danışır, aydın. Bilsən ki, bu gəldi yenə də pis sözlər danışacaq. Aydın, var deyil insanlar. Aydın. Amma bazı adam var ki, yanına getdikdə bilsən ki, bu yanında yəni pis eşitməsən, yaxşı da eşitməsən belə bir ziyan gəlmir, aydındır. Buna deyirlər əllin, yumşaqlıq. Vəl-haya minəl-iman. Həya da məlumdur da. Həyalı olmaq. Ən böyük həya hansıdır? Allah Taalada günahlarla, Allahdan həyalayıb günahlardan uzaq olmaq. Bir utancaqlıq. Belə yox. Bəzən həya sevilmir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, yəni iki kimsə elmdən məhrum olar. Utancaq. Bir təkəbbürlü. Utanır, mən necə soruşum amma. Mənə deyirlər. Birdən danışanda səhv eləyərəm, səhv çıxar. Təkəbbürlü, mən niyə ondan soruşmalıyam? Aydındır. Vəl-fuhşu vəl-bəzəu minən-nifaq. İki qismə bölünür hədisi, iman və nifaq. Burada isə ədəbsizlik, əksi gəlir ucu. Deyirik, yumuşaq xəssiyyətli olmaq, həya imanlandırsa, ədəbsizlik, həyasızlıq isə minən nifaq, nifaqdan sayılır. Aydın, bu hədislər də, yəni bura və bu Musannif rahimehullah gətirdiyi mursəl olsa belə, Tirmizi bunu səhih olaraqdan rivayet edir. Əl-haya'u minəl-iman vəl-imanu fil-cənnə. Başqa rivayətdə həya imandandır, iman sahibi də cənnətdədir. Və yaxud da ki, iman cənnətdədir. Vəl-bəzəu minəl-cəfəh. Həyasızlıq kobudluqdur və hər bir kobudluq da finnar, oddadır. İman cənnətdə olduğu kimi, yəni sahibi cənnətdə olduğu kimi, hər bir kobudluq da sahibi də cəhənnəmdədir. Aydındır. Bu kimi cəhənnəmdə olmaq mövzumuza uyğun olaraqdan əbədiyyən yox, əməli olaraqdan. Çünki günahdırsa, əgər Allah Taala'nın məşiyyətindədirsə, əgər bağışlanarsan, təfaddal eləl cənnə və illəm tuğfar, Allah Taala bağışlamasa, özübdə, yəni günah miqdarında əzab görəcəksən. Və qalə Əbu İsa bu hədis barəsində hədə hədisun həsənun səhih. Aydındır. Səhih hədisdir. Demək, bizim bildiyimiz 3 və yaxud 4 münafiq xislətindən də başqa hayasızlıq, ədəbsizlik də hamısı münafiqin əlamətlərindəndir. Bu da öz yerində. Sonra İbn Ömər qalə qultu, bunu kimi an Aribin el-Həmədani qalə qultu İbn Ömər, Arib deyir ki, mən İbn Ömər Abdullah İbn Ömər radiyallahu anh dedim. İnne izâ dakhalna alel umarâ zekkeynâhum bimâ leyse fîhim ve izâ kharajnâ min indihim da'avnallâhe aleyhim qâle kunna na'udu minen nifaq. Aydındır. Bunu İbn Ömer'e tabiindi. Der ki, bizler umaraların, emirlerin, vəlilərin, xəlifələrin yanına daxil olduqda, əmir sahiblərin yanına daxil olduqda, onlarda olmayan xasiyyətli və xislətlərlə onları da tərifləyərdik. Sən beləsən, sən eləsən, sən möhtəşəmsən, sənin tayın bərabərin yoxdur, belə. Onların yanından çıxdıqca onları söyərdik, onları pisləyərdik. Və biz bu əməlidir, münafiqlikdən görərdik. Aydındır. Yəni, üzdə səndən xoşdur, getdikdə səndən başqa danışır. İnsanlar var, hal-hazırda inşallah bu təcrübə
Bunu göstərin, şahid də ola bilərsiniz. Məsəl üçün, hal-hazırdakı bizim cənab Ali Baş Komandanları, prezidenti məsəl üçün belə söyənlər var, pisləyənlər var. Amma o insanlar birbaşa onun qabağında gəlsə, ayaqları əsərəkdən etiqadın, dilinin demədiyini, yəni qəlbində olmadığı dili onun tələffüz eləyəcək. Başlayacaq tərifləməyə. Bu da əslində nə sayılır? Nifaq sayılır. Həmçinin əmir sahiblərinə, onların olmadığı məqamlarda, onların olmadığı yerlərdə, onları pisləmək, onları nalayiq sözlərdən istifadə edib, onların dəyərini aşağı salmaq, bu əhl-i sünnə və cəmaət yaraşan əməllərdən deyil. Onun heybətinə toxunmaq olmaz. Sözün var, təfaddar, get, yaxınlaş, filan şey sizdə belədir. Amma ki, bu İbn Ömərə deyir ki, yəni biz bunları, yəni bu kimi əməlləri biz, əla xüsusə ki, bu xüsusiyyəti biz edirik, lakin biz bunu nədən sayırıq? Münafiqdən sayırıq. Bu rivayət də əsərun sahihun. Bu əsər də səhih əsərdir. Başqa bir rivayətdə var ki, an tariq Yezid ibn Abdullah ibn Umar, an abihi, Abdullah ibn Ömər deyir ki, qal unasin ibn Umar, mən bir insanlar Ömər radiyallahu anh deyirlər ki, İnna nadxulu ala sultan fənəqul ləhum xilafə mə nətəkəlləmu izə xarəcə min indihim. Bizlər deyik ki, sultanların yanına daxil olardıq. Sultanlar, yəni umaralar, bu ola bilər, vəzirlər ola bilər, xəlifənin özü ola bilər, başçının özü ola bilər. Nikə deyirlər, məsələn, prezidentin özü ola bilər, nazirlər ola bilər, icra hakimi ola bilər. Deyir ki, biz onların yanına daxil olduqda o vaxtda özümüzün etiqad etdiyinə müxalif olaraqdan onları başqa şeyləri tərifləyərdik. Və deyir ki, biz bu əməlimizi deyir, münafiqlikdən sayardıq. Hədə minə nifaq. Nifaq nə dedik? İmanı belə deyək. Onun xoşa gəldiyi şeyi biruzə vermək, açıqdan dildən demək, onun xoşlanmadığı şeyi gizlətmək. O adam nifaq sayılır. Aydındır. Sonra Sa'd ibn Ka'b an ibn Məs'udin qalə. İbn Məs'uddan gəlir ki, İbn Məs'udun sözüdür. Radiyallahu anhu. El-ghina'u yunbitun nifaqa fil qalb kema yunbitul ma'u zer'a. Əsərun həsən bi mecmu'u turuqihi. Həsən də birisi bir neçə qismə bölünür. Həsənun var səhih, ona cəm olan 5 dənə şərti var. O cəm olur hədisdə, səhih hədisdə. O səhih hədis. O 5 şeylərdən birisi düşdükdə olur. Məsələn, ravinin hafizəsinin ya əslən zəif olması, ya da ki, qocalığına doğru getdikdə zəifləməsi. Bu onun bir dərəcəsini salar aşağı. Olur həsən. O da həsən li zəti. Özü-özlüyündə hədis həsəndir. Bir də var həsən li qeyrihi. Həsən deyil, amma ki, başqa hədislərlə ya mətin, ya isnad baxımında onu başqası ilə yaxşı hala gətirir hədisi. Bir də var ki, hədisun bi mecmu'u turuqi. Hədisin bir dənə yolu yoxdur. Bir neçə yolları var. Ki, bu yolları cəm etdikdə bu hədisə biz sonda, yəni həsəndir, yəni əməl olunacaq səviyyəsindədir sözü deyə bilirik. Aydındır. Bu da İbn Məsuddan gələn bu rivayətdə belədir. Bu mənası nə idi? Bunun mənasını demədik. Deyir ki, su bitkini yetişdirdiyi kimi nəğmə də, mahnı da qəlbdə ikiyüzlüyü, nifaqı yetişdirir. Aydındır. Bunu İbn Məsud radiyallahu anhu demişdir. Bildiyimiz kimi, yəni dinimiz, İslam dini və bu dinə mənsub olan hər bir kimsə yerdə qalır ikinci bir qisim. İslam dinə mənsubdurlar, lakin bunları İslam dinin əhkamı belə söz var, biz də deyir, çox dərinliyə girmə. Aydın, çox dərinliyə girməyən insanlar üçün bizim danışdığımız bu şeylər hamısı xəyaldır, xülyalardır. Axı, münafiq qəlbi, üzr istəyirəm, ğinə, mahnı qəlbi, ruhun qidasıdır. Bəli, qidasıdır, amma sənin kimilərinin qidasıdır. Amma ki, həqiqətən Allaha və onun Rasuluna və onun gətirdiklərinə kifayətlənən, onun buyruqlarına təslim olan bir kimsə üçün mahnı, nəğmə onlar üçün ruhun qidası ola bilməz.
Çünki ələ bi zikrillahi tatmainnul qulub. Əgər biz ruhun qidasını, ruhun mənəvi qidasını istəyiriksə, biz Qur'anın ruhuna enməliyik. Qur'anın həqiqətinə enməliyik və bu rahatlığı biz orada axtarırıq. Sələflərdən bilsən nələr deyirlər? Deyir ki, əgər deyir ki, yəni bu alimlərdən gedir söhbət. Həqiqətən Allahı tanıyan kimsənin qəlbi rahat olur. Çünki son dərəcə təslimiyyət var. Verir, elhamdülillah. Vermir, elhamdülillah. Verir, şükür olsun. Vermir, qəddarallahu mənşə. Təslimiyyət budur da. Amma ki, dil daima pislikləri. Deyir ki, əgər deyir ki, o əbnəul umara ləv aləmu mə nəhnu fi, əgər ki, o əmirlərin, o padşahların övladları bilsələr ki, bizlər nə dərəcədə o qəlb rahatlığında, huzur içərisindəyik ki, buna görə deyil, bizləri deyirlər, şallahlayarlar ki, nə üçündür ki, bu əməl bizdə yoxdur. Yəni, rahatlıq axtaran geçsin Allah Teala'ya. Dediyim kimi, həsli mömin Allaha yönəlir və qəlbin rahatlığını Allahda axtarır. Amma ki, yerdə qalan dinə çox girmə, çox dərinliyə girmə deyən kimsələr isə belə şeyləri axtarırlar. Mahnıya qulaq asmaqla və s. Aydındır. Çünki günah günaha gətirirsə, qulaq asmaq, nəğməyə qulaq asmaq da başqa-başqa günahlara gətirir. Bunu sahabə deyir. İbn Məsud da halal və haramı tanıyanlar içərisində ən məşhur sahabələrdən. Yəni, alim sahabələrdən idi. Boş-boşun deməyib ki, o əməl belədir. Və qalə Muhammed, Musannif rahimehullah deyir ki, bu rəvayətin davamı var ki, münafıqlıq qəlbdə nifaqı yaratdığı, bitirdiyi kimi, mahnı qəlbdə nifaqı bitirdiyi kimi, həmçində iman da qəlbdə, yəni Allah'a zikirdə qəlbdə imanı yetişdirir. Aydındır. Və qalə Muhammed rahimehullah və nifaq lafzun İslami. Lem yekunil arabu qabla'l İslam ta'rifuhu. Demək, bəzi sözlər var bizə din, İslam, hicrət vasitəsilə gəlib çatıb. Münafiqlik sözü də biz qeyri-ərəblərə, əcəmlərə gəlib bu söz, nifaq sözü bizə, ərəblərin özündə bu söz İslami sözdür, İslami termindir. Aydındır. Onlarda əvvəl məsəl üçün söz nəfaqa, nifaq, münafiq sözləri işlənirdi. Başqa mənalarda. Ne üçün bunu İslami deyilir? Yəni, İslam dini gəldikdən sonra bu sözün əsli mənasına, kökünə düşərəkdən baxırlar ki, bunun əsli mənasında da bunların münafiqinə etdiyi əməllər eyni gəlir. Demək, biz buna hansı adı qoyaq? Biz buna, məsəl üçün, facir qoymayaq. Biz buna qoyaq nifaq adını. Amma ki, bizdə əsli münafiq sözü İslamdan gəlmədi. Çünki bizdə münafiq sözü gəlmə sözdür. Ərəblər deyir ki, bunu İslamdan əvvəl bu bildiyimiz nifaq sözünü, münafiq sözünü bu mənada bilmirdilər. Nifaq sözü də məxudun nafiqul yarbu'. Nafaqa və yox, nafiqi yarbu' sözündən götürülmüşdür. Yarbu' nədir? Buna ərəb dovşanı deyirlər. Ərəb dovşanı. O necədir? Belə kəsəyən boyda, ayaqları uzun, əlləri balaca. Tullanı gəzən bir heyvan. Bu səhra heyvanıdır. Və huvə hucrun min hucretihi. Yəxrucu minhu izə uxizə aleyhil hucru ləzi fi daxara fi yuqar. Bu nə edir bu heyvan? Yarbu. Bir quyudan girib o birisindən çıxardı. Onu kimsə götürsəydi, qazıb bir tərəfdən çıxardı. Yəni belə gəzərdi. O quyu bu quyu gəzərdi. Bu zaman ona nə deyərlər? Qad həmən ki o yarbu nafaqa və nafaqa və nafaqa və munafiq. Nədir? Bu quyudan çıxıb o quyuya girdi. Nafaqa və huwa o nafiqdir. Buradan çıxıb ora girəndir. Və yaxud da ki o munafiqdir. Yəni buradan çıxıb ora girəndir. Yəni bu deşikdən çıxıb, bu quyudan çıxıb o quyuya girir. Buranı tərk edib təzədən ora girir. Bu addan, bu mənada nə etdilər? Yədxulu fil İslam bil lafzi və yaxrucu minhu bil aqd. Beləliklə o bir yerə girib çıxdığından dolayı deyirlər ki, insan İslam'a ləfzlə girirsə, tələffüzlə girirsə şəhadəti,
Bil-aqd isə ona əksini etiqadla çıxır. Şəbihun bi fi'li yarbu'. Bunun da eyni feili həmən ki o yarbu'un feilinə bənzəyir. Buradan girir, oradan çıxır. İnsan da nədir münafiq olanda? Girir İslam'a, bu tərəfdən İslamdan çıxır. Yəni eyni o heyvanın halına bənzədirlər. Bunun üçün də bu nifaq adının münafiqə bu adı verirlər. Yəni yedxul min babin və yaxud min bab. İslam adından girir, münafiq bağından çıxır. Küfrdən girir, İslamdan çıxır. Aydın, yəni İslam adından çıxır. İslamdan çıxır, İslam adından çıxır, aydındır. Bu da bunun sonda münafiqə verdiyi ad. Bununla mevzu sonlandı. Allah subhanahu wa ta'ala bizləri faydalarını etsin. Və sallallahu ala nebiyyina Muhammed və ala alihi və sahbihi və sellem.